Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Bu gün texnologiya və metodikadan sertifikasiya üzrə hazırlanmış sualların izahı ilə tanış olacağıq. Sualların texnologiya hissəsi Nurlanə Muradovaya, metodika hissəsi isə Sənan Nəsirliyə aiddir. İndi gələk suallarımızın izahına. Hansı maddənin sayəsində lehim birləşdiriləcək hissələrə daha yaxşı yapışır dedikdə biz flüsü nəzərdə tuturuq. Flüs kimyəvi maddə idi. Lehimlənəcək hissələr, lehimlənəcək səth flüs vasitəsilə təmizlənirdi, əsaslı surətdə təmizlənir və yağsızlaşdırılırdı. Bu zaman lehimlənəcək hissələr bir-birinə daha yaxşı yapışır və lehimləmə etibarlı olurdu. İkinci sualımız. Metal məmulatın səthinin son emalı hansı vasitə ilə aparılır? Səthin son emalı məxməri yeyə və xırda zərrəcikli cilalayıcı sumbata kağızı ilə yerinə yetirilirdi. Məxməri yeyə və xırda zərrəcikli sumbata kağızı dedikdə, məxməri yeyə nə üçün idi? Son cilalama və hamarlama işləri üçün nəzərdə tutulmuşdu. Hansı yeyələrdən gedirdi söhbət? Məxməri yeyə dedikdə müəllimlər 4 və 5 nömrəli yeyələr nəzərdə tutulur. Həmçinin də xırda zərrəcikli cilalayıcı sumbata kağızı da yenə pardaxlama və təmizləmə işlərində yerinə yetirilən alət idi. Əyri qatların kəsilməsi üçün iskinəyə təzyiq nə cür verilməlidir? Demək, biz əyri qatların kəsilməsi üçün istifadə edirdik kəsici alət olaraq iskinədən. İskinə ya sağa, yaxud da sola doğru 30-40 dərəcə bucaq altında əyilirdi. Əvvəlcə sağa doğru əyilmiş iskinə ilə sağ qatlar, sonra isə sola doğru əyilmiş iskinə ilə sol qatlar kəsilib götürülürdü. Bu zaman nişanlama xəttini kəsib keçmək olmazdı və kəsmə aramla, ehtiyatla, eyni zamanda iskinəyə bərabər təzyiq verilməklə yerinə yetirilirdi. Demək, buradakı sualımızın cavabı bərabər təzyiq oldu. Sonra müəllimlər, balığın daxili orqanları çıxarıldıqdan sonra yerinə yetirilən mexaniki emalı seçin. Balığın mexaniki emalına nə aid idi? Pulcuqlar təmizlənir, daxili orqanlar kəsilir, sonra üzgəcləri kəsilib çıxarılırdı, baş və quyruq hissəsi kəsilib çıxarılırdı. İndi ardıcıllığa baxaq. Balığın daxili orqanları çıxarıldıqdan sonra soruşur. Öncə balığın pulcuqları təmizlənirdi, daha sonra daxili orqanlar kəsilib çıxarılırdı. Daxili orqanları kəsib çıxardıqdan sonra quyruq və baş hissəsi kəsilib götürülürdü. Demək, cavabımız oldu quyruq hissəsi və baş hissəsi kəsilib götürülür. Növbəti sualımıza baxaq. Belə şorbalar tərəvəz, düyü, vermişel və s. əlavə edilmədən bişirilir. Demək, bu cür şorbalar nə cür şorbalar idi? Tərkibinə heç bir ərzaq qatılmadan sadəcə bulyon əsasında qaynadılmış şorbalar, şəffaf şorbalar idi və bayaq sadaladığımız ərzaqlar, hansı ki tərəvəzdir, düyüdür, vermişeldir, əlavə olaraq xırda küftələrdir. Bunlar həmin şorbaların yanında qarniş kimi verilir və şəffaf şorbalar sadəcə fincanlarda verilirdi. Sonra müəllimlər, baxaq növbəti sualımızın izahına. Tıxac adlanan hissəsi hansı materialdan hazırlanmış dübel daha etibarlıdır? Demək, biz dedik ki, dübellərin hansı növləri var idi? Mismar dübellər, spiral dübellər, bir də kəpənək dübellər. Bunlar harda istifadə edilirdi? Kərpic divarlarda mismar dübel, məsaməli materiallarda spiral dübel və gips kardon əsaslı lövhələrdə kəpənək dübeldən istifadə edilirdi. İndi tıxac hissəsi hansı materialdan hazırlanmış dübel daha etibarlıdır dedikdə, neylondan hazırlanmış mismar dübellər nəzərdə tutulur və həmin dübellər hansı hissələrdən ibarət idi? Tıxacdan, bir də şurupdan. Həmin tıxacı neylondan hazırlananlar daha etibarlıdır. Növbəti sual. Laminələmə haqqında doğru olmayan fikir hansıdır? Demək, laminələnmə nədir? Burada düzgün olmayan cavab bərk nazik təbəqənin oduncaq yonqarlı lövhəyə preslənməsidir. Bu, kaşirlənmədir. Yerdə qalanlara baxaq. Lövhə səthlərinin qatran hopdurulmuş nazik pərdəli kağızla örtülməsi prosesidir, bəli. Böyük təzyiq və temperatur altında emal edilir, bəli, laminləməyə aiddir. 140-210 dərəcə Selsi temperaturda nazik pərdəli kağız səthə nüfuz edir, düzdür. Sənayedə laminə edilmiş
oduncaq yonqarlı lövhələr istehsal edilir, düzdür. Cavabımız oldu. Bərk nazik təbəqənin oduncaq yonqarlı lövhəyə preslənməsi. Bu kaşirlənmə idi. Növbəti sualımız məsələdir. Pərçimləmə zamanı D-nin ölçüsü 1,2 mm olarsa, kiçik D-nin ölçüsü nə qədər ola bilər? İndi burada demişdik, böyük D hərfi ilə deşiyin diametri götürülür, kiçik D hərfi ilə pərçimin diametri götürülür və deşiyin diametri pərçimin diametrindən 0,1, 0,2 mm böyük olduğuna görə biz deşiyin diametrini 1,2 mm götürmüşüksə, pərçimin diametri nə qədər ola bilər? Yəni bundan kiçik ola bilən 1 mm nəzərdə tutulur. Cavabımız oldu 1 mm. Uyğunluğu müəyyən edin, müəllimlər. Burada kilidlər haqqında uyğunlaşmadır. Demək, kilidlər haqqında taxma kilid. Taxma kilid həm giriş, həm də daxili qapılarda istifadə olunurdu. Nəyə görə bu kilidlərdən çox istifadə edilirdi? Çünki bunlar həm ən yüksək təhlükəsizlik dərəcəsinə malik idi, həm də təmir edilə bilmə qabiliyyətinə görə. Taxma kilid, üstdən qoyulma kilid. Üstdən qoyulma kilid qapının qorunmasında mühüm rol oynayır. Taxta qapılarda qapının lövhəsinə bərkidilirdi. Və gəldik sonuncu asma kilid. Asma kilid daha geniş yayılmışdır. Nəyə görə? Quraşdırılması və istismarı daha asan olduğuna görə. Demək, cavabımız hansı oldu, müəllimlər? Taxma kilid. Yəni, birdə belə gedək ardıcıllığı. Qapının qorunmasında mühüm rol oynayır. Üstdən qoyulma kilid. Həm giriş, həm daxili qapılarda istifadə edilir. Taxma kilid. Daha geniş yayılmış isə asma kilididir. B, A və C variantı. Aha. İnsanlar arasında münasibətin ölçüsünü hiss etməkdir. Müəllimlər, bu sualımız demək, bizim 9-cu sinifdə keçdiyimiz ədəb qaydalarına aiddir. Ədəb qaydaları, davranış mədəniyyəti. Demişdik ki, ünsiyyət mədəniyyəti, bunların hamısı insanların cəmiyyətdə formalaşması üçün, özünü göstərməsi üçün mühüm əlamətlərdir və mühüm davranışlardır. Ədalətli olmaq nə deməkdir? İnsanlar arasında münasibətin ölçüsünü hiss etməkdir. Ədalətli olmaq insanın təkcə ədəb qaydalarını bilməsi deyil, həm də insanlar arasında onu nümayiş etdirməsidir. Münasibətin ölçü hissini bildirməsidir. Gəldik növbəti sual, 11-ci sual. Biri tozsoranın tərkib hissəsi deyil. Tozsoranın tərkib hissəsi, yəni əsas tərkib hissələri hansılardır? Nasos, filtr və elektrik mühərriki. Bunlar tozsoranın əsas tərkib hissələridir. Tozluq da müəllimlər, tozsoranın mühüm hissəsidir. Demək, cavabımız oldu tozluq. D variantı. Uyğunluğu müəyyən edin. Növbəti sual. İndi gəldik, burada biz metalın çapılması zamanı hansı zərbələrdən istifadə edilməsi uyğunluğunu soruşur. Bilək zərbəsi. Bilək zərbəsi tilişkələrin və iti kənarların götürülməsi üçündür. Yüngül zərbələrdən istifadə edilirdi. Dirsək zərbəsi qalınlığı 2-3 mm aralıqda metalı çapmaq üçün istifadə edilirdi. Nisbətən daha böyük zərbədən istifadə edilirdi və nəhayət çiyin zərbəsi. Burada qol bütünlükdə iştirak edirdi. Qalın təbəqələrin qalınlığı 3-5 mm olan metalların çapılması və böyük səthlərin emalı zamanı istifadə edilən bir zərbə növü idi. Demək, düzgün cavabımız hansı oldu? 1-də birinci, 2-də dirsək zərbəsi üçüncü və 3-də çiyin zərbəsi isə ikinci. Cavabımız oldu A variantı. Aha, təyinat xüsusiyyətlərinə görə kondisionerlərin neçə növü mövcuddur sualına cavab verək. Kondisioner iqlim cihazı idi. Havanın deməli tənzimlənməsi üçün mühüm rol oynayırdı. Mənzillərdə eyni zamanda istiliyi və soyuğu tənzimləmək üçün nəzərdə tutulmuş bir qurğu idi.
Təyinat xüsusiyyətinə görə isə kondisionerlərin 3 növü mövcuddur müəllimlər. Hansıdır bunlar? Məişət, sənaye və yarım sənaye kondisionerləri nəzərdə tutulur. 14-cü suala baxaq. Uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq dedikdə doğrunun altındakı yanlışı, yanlışın altındakısı olan doğrunu götürməliyik. Demək, burada dənli bitkilər sümbülləmənin əvvəlində siloslaşdırılır. Düzdür. Yəni biz bunu götürməyəcəyik. Paxlallar süpürgə atma mərhələsində siloslaşdırılır. Xeyr, paxlallar süpürgə atmır. Paxlallar qönçələmənin əvvəlində siloslaşdırılır. Demək, cavab olaraq biz götürəcəyik 1-2. Yanlış olduğu üçün uyğunsuzluğu. Paxlalı otlar yaxşı siloslaşır. Xeyr, paxlalı otlar əslində yaxşı siloslaşmır müəllimlər. Demək, bu düzgün cavabdır, amma yanlışın altında olmamalıdır. Qarğıdalı qıçaları südlü sarıya çalan ilkin yetişmə zamanı siloslaşdırılır. Bəli, düzgün cavab budur. Demək, biz indi götürürük doğrunun altındakı yanlışı, yanlışın altındakı doğrunu. Cavabımız oldu Y variantı, 2 və 4-cü. Sonra 15-ci sual müəllimlər. 15-ci sualda nə soruşur? Konstruktiv xüsusiyyətinə və xarici görünüşünə görə fanerə oxşayan ağac kütləsindən ibarət xammal. Xammaldan harada istifadə edilir? Burada söhbət nədən gedir? Konstruktiv xüsusiyyətinə və xarici görünüşünə görə fanerə oxşayan ağac kütləsindən ibarət xammal. Burada söhbət xarrat lövhəsindən gedir. Demək, xarrat lövhəsi yapışdırılmış və təbii ağaclardan ibarət olur. Faner və şponla üzlənir. Hansı ağac materiallarından istifadə edilirdi? İynə yarpaqlı və enli yarpaqlı ağaclardan istifadə edilirdi. Ağac kütləsindən ibarət xammal idi və hansı xüsusiyyətə görə seçilirdi sualı ilə qarşılaşsaq, əlverişli qiyməti, gözəl istismar xarakteri, etibarlı və ekoloji təhlükəsizliyi ilə seçilirdi. İstifadə edilirdi harda müəllimlər? İnteryerin tərtib olunmasında. Bəli. Ara kəsmələrin hazırlanmasında, bəli. Keyfiyyətli mebel hazırlanmasında, istehsalında, bir də pilləkənlərin hazırlanmasında, bəli, düzdür. Ancaq şagird partalarının hazırlanmasında yox. Ona görə biri səhvdir dedikdə B variantı nəzərdə tutulur. Ən müasir qəhvə üyüdənlər hərəkət verici qüvvə kimi nədən istifadə edir? Demək, qəhvə üyüdənlər işləmə xüsusiyyətinə görə iki cür olurdu. Mexaniki əl qəhvə üyüdənləri, bir də elektrikli qəhvə üyüdənləri. Və müasir dövrdə işlədilən qəhvə üyüdənlər elektrik qəhvə üyüdənləridir. Hərəkət verici qüvvə kimi elektrikdən istifadə edir. Elektrik qəhvə üyüdənlərinin də iki növü var idi. Bıçaqlı qəhvə üyüdənlər və dəyirmandaşlı qəhvə üyüdənlər. Bunların da hər ikisinin hərəkət verici qüvvəsi elektrik idi. 17-ci sualla tanış olaq müəllimlər. Soyuducunun əsas hissəsini, yəni işlək kamerasını soyudur. Soyuducunun əsas hissəsidir, haqqında söhbət gedən hissə. Öz növbəsində 3 əsas hissədən ibarətdir. Kondensator, buxarlandırıcı və kompressor. Bu, haqqında söhbət gedən hissə dondurucu aqreqatdır müəllimlər. Dondurucu aqreqatın sistemi qapalıdır və xüsusi soyuducu qaz freonla doldurulmuşdur. Daha sonra 18-ci suala baxaq. 18-ci sualda nə soruşur? Metrik yivdə profil bucağı neçə dərəcə olur? Metrik yiv nə idi müəllimlər? Elementləri millimetrlə, yəni metrik sistem vahidində verilən yiv metrik yiv adlanır. Böyük M hərfi ilə işarə edilirdi və yivin xarici diametrini göstərən ədədlə ifadə edilirdi. Məsəl üçün M8, M16 kimi rəqəmlərdən istifadə edilirdi. Və burada profil bucağı müəllimlər 55-60 dərəcə idi. Sonra növbəti suala baxaq. Muncuq hörmə zamanı hansı iynələrdən istifadə edilir? Muncuq hörmə zamanı xüsusi iynələrdən istifadə edilirdi. Nömrə 1 və nömrə 0 iynələrdən istifadə edilirdi müəllimlər muncuq hörmə texnikasında. Növbəti sualımızla tanış olaq. 20-ci sual.
Konservlərin saxlanması zamanı saxlanma yerində temperatur nə qədər olmalıdır? Konservləşdirmənin müxtəlif üsulları ilə tanış olmuşduq və konservləşdirilmənin saxlanılması demək qaranlıq yerdə olmalı idi və temperatur 4-8 dərəcəni keçməməli idi. Sonra 21-ci sualla tanış olaq. Təyinatından asılı olaraq viskoz parçalar hansı formada ola bilər? Viskoz parçalar nə idi? Küknar ağacının tullantılarından heç bir əlavələr edilmədən hazırlanmış parçalar idi. Viskoz parçalar deməli parıltısını, qalınlığını və burulmasını dəyişməklə pambıq və ipək görüntüsü verilirdi. Qalınlaşdırılmaqla isə kətan görüntüsü vermək olurdu, kətan görüntüsü almaq olurdu. Viskoz parçalar deməli möhkəmliyinə görə ipəkdən geri qalırdı. Nəm halda möhkəmliyini 50-60% aşağı salırdı. Bir də təyinatından asılı olaraq viskoz parçalar tutqun səthli və həmçinin də parıltılı ola bilərdi. 22-ci suala baxaq. Maddələr mübadiləsində iştirak edən və yağların həzm olunmasına kömək edən vitamin hansı vitamindir və hansı ərzaqların tərkibində olur? Biz qidalı maddələr mövzusunu keçərkən demişdik ki, bitki mənşəli yağlar maddələr mübadiləsində iştirak edir, yağların həzm olunmasına kömək edir və tərkibində bitki mənşəli yağların tərkibində E vitamini üstünlük təşkil edir. Və belə keçmişdik ki, sadəcə E vitamininin mənbəyi daha doğrusu müəllimlər, sadəcə bitki mənşəli yağlar idi. Sonra gəldik 23-cü sual. 23-cü sual yenə 6-cı sinif qidalı maddələr, insan həyatında qidalı maddələr mövzusundandır söhbət. Uyğunsuzluğu müəyyən edin. İsti emal zamanı B qrupu vitaminlərinin 20-40% parçalanır. Düzdür. PP vitamini mədə bağırsaq orqanlarının fəaliyyətini tənzimləyir. Düzdür. Sonra isti emal zamanı PP vitamini tərkibinin 15-30%-ni itirir. Düzdür. B qrupu vitaminləri bir çox dənli və paxlalı bitkilərin tərkibində olurdu. Bəli. Demək, B qrupu vitaminləri sinir, qan damar, mədə bağırsaq sisteminin işini təmin edir. Xeyr. Burada haqqında söhbət gedən mineral maddələrdir. Mineral maddələr idi hansı ki, insanın sinir, qan damar, mədə bağırsaq sisteminin işini təmin edirdi. 24-cü sual. Məmulatın üzərindəki ölçülər hansı miqyas ilə göstərilir? Müəllimlər, biz miqyasın 3 növü ilə tanış idik. Öncə görək miqyas nə idi? Məmulatın həqiqi ölçülərinin neçə dəfə böyüdüldüyünü və ya kiçildiyini göstərən ədəd idi miqyas. 3 növü var idi. Kiçildilmiş miqyas, böyüdülmüş miqyas, bir də natural miqyas. Demək, təsviri kiçiltmək üçün kiçildilmiş, böyütmək üçün böyüdülmüş, bir də olduğu kimi real ölçülərlə verilən natural ölçü idi. Və məmulatın üzərindəki ölçülər real ölçülərlə verilir. Nə böyüdülmüş, nə də kiçildilmiş şəkildə, yəni natural ölçü ilə miqyas olaraq soruşsaq, birin birə, yaxud da real ölçülərlə deyə bilərik. Real ölçülərlə verilib deyə bilərik. Gəldik 25-ci sual. Tartinlər haqqında verilmiş doğru fikir hansıdır? Tartinlər nə idi müəllimlər? Tartinlər buterbrodun bir növü idi. Buterbrod alman dilindən götürülüb, yağlı çörək demək idi. Və növləri hansı idi? Açıq, bağlı, kanapə və tartin. İndi bizdən tartinlər haqqında doğru fikri soruşur. Soyuq və isti olurlar. Xeyr. Bunlar açıq buterbrodlara aiddir. Müxtəlif fiqurlar şəklində doğranılıb, üzr istəyirəm, burada yanlış olmalı idi. Müxtəlif fiqurlar şəklində doğranılıb qızardılmış çörəkdən hazırlanır. Bunlar kanapelərdir. 2 çörək dilimi ilə hazırlanır, bağlıdır. Sadə və mürəkkəb olur, bu da açıqdır. Tartinlərdə deməli, tartinlər hazırlanırdı qızardılmış çörəkdən və qızardılmış çörəyin üzərinə ərzaqlar isti halda qoyulurdu. Cavabımız B variantıdır. Və hansı ərzaqlardan istifadə edilirdi dedikdə, kotlet, yumurta qayğanağı, pendir və omlet kimi ərzaqlar isti halda qoyulurdu qızardılmış çörəyin üzərinə. Gəldik müəllimlər 26-cı suala.
26-cı sualda deyir, elektrik cərəyanının kimyəvi mənbəyidir. Elektrik cərəyanının kimyəvi mənbəyidir dedikdə nəyi nəzərdə tutur? Qalvanik elementi. Qalvanik element nə idi? Demək, biz metalların aşınmasını keçən zaman demişdik ki, aşınmanın 3 növü var. Kimyəvi, elektrokimyəvi, bir də ion plazmalı. Kimyəvi aşınma nə idi? Təsvir, ornament, yazılar. Bunlar kimyəvi vasitələrlə metalın səthinə köçürülürdü və elektrokimyəvi aşınmadan istifadə edilirdi daha sonra. Nə də elektrokimyəvi aşınma kimyəvi aşınmaya nisbətən üstün cəhətləri var və bunların da üstünlüklərindən biri qalvanik elementlərdən istifadə edilməsi idi. Qalvanik elementlə aşınma daha tez müddətdə baş verirdi və metalın səthindəki təsvirin elementləri daha tünd və aydın olurdu. Gəldik növbəti sual, 27-ci sual. Plastik pəncərələrin hansı hissəsi şüşə paketini təsbit etmək üçün pəncərə layında hermetik olaraq möhkəmləndirir? Burada söhbət nədən gedir müəllimlər? Pəncərə yaşmağından. Pəncərə yaşmağı, yəni nə soruşur? Şüşə paketi ilə pəncərənin layında olan həmin o birləşməni, hermetik birləşməni, yəni kipləşmiş birləşməni, hava keçirməyən hissəni təşkil edirdi, pəncərənin yaşmağı. Sonra müəllimlər gəldik. Ən məşhur naxış tikmə texnikasıdır. Ən məşhur naxış tikmə texnikası hansıdır? Sapların çarpazlaşması hesabına əldə edilən sıra arası tikişin xarici görünüşünə görə belə bir ad verilib və burada istifadə edilir viskoz saplardan, yun və ipək saplardan. Söhbət gedir xaçvari həcmli naxış tikmədən. 29-cu sual. Çörək məhsulları bədənin ehtiyaclarını ödəyir nə qədər? Öncə gəldik kalori. Kaloriya olan ehtiyacını 60% ödəyir. Daha sonra zülala olan 35%. Dəmir və B1 vitaminini ödəyir 50%. Deməli, burada 3-cü və 5-cini götürürük. 50%. Daha sonra kalsiyuma olan ehtiyacını ödəyir 10%. Bir də vitamin B6-ya 25%. Demək, müəllimlər, cavabımız oldu 1-də 2, 2-də 3, 3, 5-də 1, 4-də 5 və 6-da 4. A variantı. Bir ailənin gəlirlərinin zəruri ehtiyacları qarşılandıqdan sonra qalan hissəsi sərf edilir hara? Demək, biz demişdik ki, ailə büdcəsi müəyyən zaman kəsiyində ailənin gəlir və xərclərinin planlaşdırılması idi. Gəlir nə idi? Gəlir hər hansı bir işin müqabilində yaxud da dövlətdən ödəmə şəklində əldə edilən pul vəsaiti idi. Xərc də ailənin ehtiyaclarının qarşılanması üçün sərf edilmiş vəsait idi. Və ailə büdcəsini biz tərəzi kimi nəzərdə tuta bilərdik. Burada baş verə bilərdi tarazlaşma, gəlir və xərclər bərabər olduğu zaman, xərclər gəliri üstələdiyi zaman kəsir baş verəcəkdi və gəlirlər xərci üstələdiyi zaman. Bu zaman pul istiqamətlənirdi, yönəlirdi hara? Yığıma. Demək, ailə aldığı pulun üzərindən müəyyən qədər məbləği öz ehtiyacları üçün sərf eləyir. Amma yerdə qalan pulu yönəldir yığıma. Demək, sualımızın cavabı oldu yığım. 31-ci suala baxaq. Spesifikasiyada qeyd olunmayanı seçin. Spesifikasiya nə idi? Hazırlanan məmulat haqqında məlumatların yazıldığı cədvəl formasında sənəd idi. Çertyojun yaxud da yerdə qalan digər qrafik təsvirlərin hazırlandığı vərəqin aşağı sağ küncündə verilən cədvəl formasında sənəd idi. Spesifikasiyada müəllimlər nə göstərilirdi? Spesifikasiyanın birinci hissəsində sıra nömrəsi, ikinci sütununda adı, üçüncü sütunda detalların sayı, dördüncü sütunda material və beşincidə qeyd hissəsi qoyulurdu. Beşinci sütunda hansı ki? Demək, burada nə göstərilmirdi? Detalın ölçüləri göstərilmirdi. Düzgün cavabımız ölçülərdir. 32-ci sual ilə tanış olaq. Rəsmə əsasən pərçimləri başlıqlarının formasına görə sıralayın.
Pərçimlərin başlıqları. Demək ki, birinci hansı pərçimdir? Yarımgirdə. İkinci yastı, başlığının formasına görə deyirik. Üçüncü gizlidir. Dördüncü isə yarım gizlidir. Pərçim nə idi? Başlıqdan və mildən ibarət olan bərkidici detal idi. Pərçimdən istifadə edilirdi. Təyyarə qayırmada, sonra maşın qayırma, gəmi qayırmada üzr istəyirəm və körpü salmada istifadə edilirdi. Növbəti sualımız. Burğu dəzgahında fırlanma elektrik mühərrikindən dəzgahın şpindelinə hansı ötürücü ilə ötürülürdü? Müəllimlər, ötürücünün hansı növləri var idi? Ötürücülərin demək qayış ötürməsi, dişli ötürmə, zəncir ötürməsi, vintli ötürmə, bir də dişli tamasalı ötürmələr var idi. Və bu ötürmələrdən müxtəlif dəzgahlarda, müxtəlif alətlərdə istifadə edilirdi. İndi bizdən soruşur, burğu dəzgahında fırlanma elektrik mühərrikindən dəzgahın şpindelinə hansı ötürücü ilə ötürülür? Hansı ötürücü ilə ötürülür dedikdə söhbət qayış ötürməsindən gedir və həmçinin biz qayış ötürməsi yerinə yetirilən digər alətlərlə də tanış idik. Bunlar hansılar idi? Hansı ki müəllimlər? Demək, tikiş maşını, bir də torna dəzgahında aid idi bu. Qayış ötürməsindən istifadə edilirdi. 34-cü sualımız, məsələmiz. Aparan qasnağın diametri 120 mm, aparılan qasnağın diametri 80 mm, aparan qasnağın dövrlər sayı 1200 dövr dəqiqə olarsa, aparılan qasnağın dövrlər sayını tapın. Demək, burada biz ini tapmalıyıq. Bərabərdir. Hansı düsturumuz var idi? N1-in N2-yə nisbəti bərabərdir. D2-nin D1-ə nisbəti. Aha, demək, burada bizə verilib hansılar? Aparan qasnağın diametri. Diametr dedikdə D1 verilib. Aparılan qasnağın diametri D2 verilib. Aparan qasnağın dövrlər sayı dedikdə N1 verilib. Biz burada tapacağıq N2-ni. Və demək 1200 bölünsün N2 bərabərdir 80-in 120-yə nisbəti. Və burada çarpaz vurub böldükdən sonra N2-nin qiyməti tapılır 1800 dövr dəqiqə. N2-nin qiymətini tapdıq 1800 dövr dəqiqə. 35-ci suala baxaq. Quraşdırılmasında şurup istifadə edilməyən mebel furniturunu seçin. Mebel furnituru nə idi? Mebel hissələrini birləşdirmək üçün istifadə edilən köməkçi vasitələr idi. Hansılar idi? Dəstək, küpləşdirici, maqnit saxlayıcı, künclüklər, qıfıllar, qıfıldedicilər, rəf saxlayıcı, həncama. Bunlar mebel furniturları idi. Və indi bizdən soruşulan sualın cavabına baxaq. Quraşdırılmasında şurup istifadə edilməyən mebel furnituru. Cavab rəf saxlayıcılardır müəllimlər. Rəf saxlayıcılar metal və plastik kütlədən hazırlanır və üfüqi rəflərin bərkidilməsi üçün istifadə edilir. Nə cür bərkidilir? Demək, rəf saxlayıcı mildir da, dedik ki, mildir. Bu şkafların yan divarlarında yerləşən bir tərəfi bağlı deşiklərə quraşdırılır. Quraşdırma zamanı şuruplardan istifadə edilmir. Cavabımız rəf saxlayıcıları. 36-cı suala baxaq. Dispenserin çıxdaş etdiyi banknotlar hara daxil olur? Cavabımız, demək müəllimlər, cavabımız oldu reject kasset. Reject kasset nə idi? Çıxdaş edilmiş banknotların, yəni pulların atıldığı bir hissə idi. Və reject kassetdə iki cür olurdu. Birincisi yaxşı pullar üçün idi. İkincisi isə çıxdaş edilmiş pullar. Yaxşı pullar nə zaman reject kassetə düşə bilərdi? Ola bilər işıq söndü, hər hansı bir problem, nasazlıq baş verdiyi zaman yaxşı pullar düşür birinci hissəyə. Çıxdaş edilmiş pullar isə bunlar düşür reject kassetin ikinci hissəsinə. Növbəti sualımız. Geyimin sökülmüş hissəsi kiçikdirsə, əl altında tikiş maşını yoxdursa, bu zaman sökülmüş hissə hansı əl tikişi ilə bərpa edilməlidir? Biz demişdik ki, sökülmüş hissə kiçik olduğu zaman və əl altında tikiş maşını olmadığı zaman iynə arxaya tikişdən istifadə edilir. Bu tikişdə işin gedişi sağdan soladır.
iynə ilə arxaya tikiş arası edilir. Sonra parçanın tərsi üzündən iynə içi tikiş arası qabağa keçirilir. Bu tikişdə tikiş araları eyni uzunluqda olmalıdır. Həmin o eyni uzunluqda olması və tikiş arasının, yəni tikişlərin yerinə yetirilmə qaydası onu maşın tikişinə bənzədir. Yəni ki, hər növbəti tikiş digəri bitən nöqtədə başlayır və belə tikişdə dedik ki, maşın tikişini xatırladır. Eyni zamanda birbaşa tikiş adlanır. Ardıcıllığı müəyyən edin. Burada söhbət deməli nədən gedir? Üstdən qoyulma kilidin taxta qapılara quraşdırılmasından. Üstdən qoyulma kilid qapının, yəni taxta qapıların lövhə hissəsinə bərkidilirdi. Və biz ardıcıllığa baxaq, ardıcıllıq nə cür yerinə yetirilir? Əvvəlcə qapının dirəyində döşəmədən təxminən 1,2 metr hündürlükdə kilidin yeri müəyyənləşdirilir və karandaşla bərkidici lövhə üçün novun yeri nişanlanır. Daha sonra nov elə dərinlikdə kəsilir ki, bərkidici lövhə qapının dirəyi ilə eyni səviyyədə olsun. Sonra qapı, yəni qapının üzərində iki tərəfi açıq dəlik açılır. Həmin dəliyə mexanizm yerləşdirilir və kilid qapının gövdəsinə möhkəm sıxılır. Sonra iki qısa şurupla qapının yan hissəsinə və iki uzun şurupla qapının lövhəsinə perpendikulyar şəkildə bərkidilir həmin mexanizm. Qapının üst tərəfində də halqanı quraşdırmaq üçün iki qısa şurupdan istifadə edilir. 39-cu sual. Vurulmuş tıxac divardan nə qədər kənara çıxmalıdır, müəllimlər? Demək, biz divarda hər hansı bir alət vasitəsilə, burğu vasitəsilə, yaxud da şlyambur, deşik açan vasitəsilə deşik açırıq. Deşiyə taxta tıxaclar yerləşdiririk. Taxta tıxac demək, deşiyin diametrindən 1-2 mm böyük olmalıdır. Diametrindən. Və taxta tıxac divarın səthindən kənara nə qədər çıxmalıdır sualına cavab olaraq deyirik. Kənara çıxmamalıdır. Əgər diametrindən nə qədər böyükdür sualı ilə qarşılaşsaq, 1-2 mm götürərdik. Sonra 40-cı sual. Ayaq yolunun axıdıcı çənindən su lazımı yerə deyil. Döşəməyə axırsa səbəb nədir? Deməli, ayaq yolunun nasazlıqlarının müxtəlif səbəbləri ola bilər. Bu səbəblərdən biri də axıdıcı çəninə su lazımı yerə deyil. Dayanmadan döşəməyə axırsa. Bu zaman səbəb polad boltların çürüməsidir və nasazlıq aradan nə cür qaldırılır? Həmin polad boltlar yenisi ilə əvəz edilərək aradan qaldırılır, müəllimlər. 41-ci sualımız. Detalın ən böyük və ən kiçik ölçüləri necə ölçülər adlanır? Detalın ən böyük və ən kiçik ölçüləri onun qabarit ölçüləri adlanır. Ardıcıllığı müəyyən edin. 42-ci sual. Burada söhbət qəhvənin dəmlənməsindən gedir. Demək ki, ardıcıllığımız nə cürdür? Öncə qəhvədanı və ya qəhvə hazırlamaq üçün qabı, fincan, nəlbəki və qaşıqları hazırlamaq lazımdır. Sonra su qaynadılır, qəhvədan qaynar su ilə yaxalanılır. Üçüncü, içinə bir fincana 1-2 çay qaşığı hesabı ilə üyüdülmüş qəhvə tökülür. Daha sonra qəhvədan qaynar su ilə doldurulur və qaynama həddinə qədər çatdırılır. Qaynama həddinə çatdırıldıqdan sonra odun üzərindən götürülüb 3-5 dəqiqə dəmə qoyulur. Nəhayət, hazır qəhvə fincanlara süzülür. Cavab A variantı. 43-cü sualımız. Uyğunluğu müəyyən edin. İndi burada doğrunun altındakı doğrunu, yanlışın altındakı yanlışı götürəcəyik. Birinciyə baxaq. Vintli bərkitmə sökülən və hərəkətli birləşmədir. Xeyr, vintli bərkitmə hərəkətsiz birləşmədir. Birləşmələr iki cür olurdu. Hərəkətli və hərəkətsiz. Hərəkətsiz birləşmələrdə bölünürdü sökülən və sökülməyən. Hərəkətli birləşmələr isə müəllimlər söküləndir və hərəkətlidir. Hər ikisi. İndi deyir ki, vintli bərkitmə sökülən və hərəkətli birləşmədir. Xeyr, vintli sökülən hərəkətsiz birləşmədir. Bu yanlışdır. Hərəkətsiz birləşmə həmişə sökülməyən olur. Xeyr, hərəkətsiz birləşmə sökülən növüdə olur. Sadəcə şkantla birləşmədən başqa yerdə qalan hərəkətsiz birləşmələr sökülən birləşmələrdir. Demək ki, doğrunun altında heç bir doğru yoxdur. İndi baxaq yanlışa.
Şurupla birləşmə ən sadə hərəkətli birləşmədir. Xeyr, şurupla birləşmə ən sadə hərəkətsiz birləşmədir. Dördüncüyə baxaq. Eksentrik bərkitmə sökülən və hərəkətli birləşmədir. Eksentrik bərkitmə hərəkətsizdir müəllimlər. Hərəkətsizdir və söküləndir. Demək, biz burada doğrunun altında heç bir doğru olmadığına görə buradan heç nə götürmürük. Yanlışın altında hər ikisi yanlış verilib və bizdən uyğunluğu müəyyən edən soruşduğuna görə biz elə həmin yanlışları götürürük uyğunluq olaraq. 44-cü suala baxaq. Boşluqlara uyğun gələn sözləri tapın. Boşluqlara uyğun gələn sözləri biz nə cür tapırıq? İtiləmə bucağı metalın növü və asılı olaraq seçilir. Metalın növü və asılı olaraq nədən seçilir? Yəni, emal edilən metalın növündən və həmin metalın sərtliyindən asılı olaraq seçilir. Yəni, metal sərtdirsə, itiləmə bucağı böyük götürüləcək. Yox, əksinə metal yumşaqdırsa, bu zaman itiləmə bucağı kiçik götürüləcək. İtiləmə bucağı emal edilən metalın növü və onun sərtliyindən asılı olaraq. Biz demişdik ki, polad sərtdir, 60 dərəcə bucaq altında emal edilir. Əlvan metallar yumşaq olduğuna görə 35-40 dərəcəlik bucaq altında emal edilirdi. 45-ci suala baxaq. Ardıcıllığı müəyyən edin. Burada söhbət hansı ardıcıllıqdan gedir müəllimlər? Demək, burada söhbət gedir parçanın biçilməmişdən əvvəl yerinə yetirilən emallarının ardıcıllığından. Parçanı biçməmişdən əvvəl birinci mərhələ buğa verməkdir. Demək, birinci buğa vermədir. Buğa vermə parçanın biçmədən əvvəl aparılan nəmisli emalıdır. Məmulat ilk yumadan sonra kiçilməsində yerinə yetirilirdi. Sonra ikinci kəsişlərin düzəldilməsidir. Kəsişlərin düzəldilməsi nə cür olurdu? Parça əyri kəsilibsə, biçmədən əvvəl kəsişlər düzəldilməli idi. Bunun üçün isə əyri tərəfdən kəsiş boyu saplardan birini çıxartmaq və həmin o çıxardığımız sapın izi ilə kəsmək lazım idi. Kəsişlər düzəldikdən sonra əyriliyin aradan qaldırılması idi növbəti mərhələ. Əyriliyin aradan qaldırılması kəsişləri düzəldilmiş parçanı üst tərəfi içəri olmaqla kənarlarını üst-üstə qoyub 2 qat qatlayırlar. Sonra da uclarından tutub diaqonallar üzrə qatlayırlar. Əyrilik aradan qaldırıldıqdan sonra növbəti kənarların kəsilməsidir. Parçanın kənarları bəzən cod olur. Buna görə də biçmədən əvvəl həmin cod hissələr kəsilir. Növbəti qüsurların aşkar edilməsi. Qüsurların aşkar edilməsi nə cür aparılırdı? Parçada bəzən deşik, ləkə, qeyri-bərabər rəngləmə yaxud da qalın saplar ola bilər. Biz biçməmişdən əvvəl həmin hissəni, deməli, həmin hissədəki qüsurları aşkar edirdik. Bunu təbaşir yaxud da rəngli sap vasitəsilə qeyd edirdik və biçməni elə aparmalı idik ki, həmin qüsurlu yerlər biçmənin kənarına düşsün. Və sonuncu mərhələ parçanın sərilməsidir. Demək, parçanın sərilməsi nə cür aparılırdı? Bütün bu emallardan keçmiş, hazırlanmış parça biçilmək üçün iş masasının üzərinə sərilirdi. Nə cür aparılırdı? Əvvəlcə parça masanın üzərində, üzəri iç tərəfi olmaqla uzunluğuna sapı boyunca tən yarıdan qatlanılırdı. Və sonra da kənarlar düzəldilir, qatlar əllə hamarlanırdı. Cavabımız oldu 3, 4, 2, 5, 1 və 6. A variantı. 46-cı sual. Burada müəllimlər konservləşdirmənin uyğunlaşdırmasıdır. Kimyəvi konservləşdirmə və bir qədər də susuzlaşdırmadır. Bu hansı idi? Kimyəvi konservləşdirmə və bir qədər susuzlaşdırma bu hissə verməkdir. Qida məhsullarının susuzlaşdırılması və xörək duzu ilə kimyəvi konservləşdirməsidir. Bu isə qaxac edilməkdir, müəllimlər. Qida məhsullarının tərkibindəki rütubət kənarlaşdırılır. Bu qurudulma idi. Qurudulma, demək, konservləşdirilmənin ilkin emal növlərindən biri idi. Yəni, tarixi daha qədimə dayanan deyək də belə. Cavabımız oldu A variantı. 47-ci suala baxaq.
47-ci sualda deyir ki, sarımsaq qatıq soyuducuda nə qədər vaxt soyudulmalıdır? Bu mövzu 9-cu sinifdə tərəvəz dolmalarının hazırlanması mövzusundandır. Və tərəvəz dolmaları dedik ki, süfrəyə sarımsaq qatıq ilə verilir. Sarımsaq qatıq da süfrəyə verilməmişdən 2-4 saat əvvəl hazırlanıb, soyuducuda soyudulduqdan sonra istifadə ediləndə daha yaxşı olurdu, daha gözəl olurdu. Aha, gəldik 48-ci sualımıza. 48-ci sualda bizdən nə soruşur müəllimlər? Demək, səfər metal lövhənin nişanlama xətti boyunca dodaqlar səviyyəsində məncənədə bərkidib, taxta tirciyə çəkiclə zərbələr endirdi. Səfər hansı emalı yerinə yetirirdi? Əməliyyatı yerinə yetirirdi. Demək, biz metalların əyilməsinin müxtəlif üsullarını keçmişdik. Metalların əyilməsi üçün müxtəlif alətlərdən istifadə etmək olardı. Və nə cür yerinə yetirilirdi? Demək, deyir ki, nişanlama xətti boyunca səviyyədə məncənədə bərkidib taxta tirciyə çəkiclə zərbələr endirir. Əyilmənin hansı üsulları var idi? Məncənədə, sağanaqda, yumru ağız kəlbətinlə və əymə tərtibatında. Məncənədə nə cür olurdu? Məncənədə metal lövhə və ya məftil nişanlama xətti boyunca dodaqlar səviyyəsində məncənədə bərkidilib, taxta tirciyə çəkiclə zərbələr endirilirdi. Məncənədə bərkidilən pəstahın üzərinə taxta tirciş qoyulur və çəkiclə həmin tirciyə zərbələr endirilirdi. Demək, burada səfər hansı əməliyyatı yerinə yetirirdi? Metal lövhəni əyirdi. Hansı üsulla? Məncənədə əymə üsulu ilə. 49-cu sualımıza baxaq. 49-cu sualda müəllimlər gözlərdən məmulata qədər məsafə, emal edilən məmulatdan gözə qədər məsafə, emal edilən əşyadan gözə qədər məsafə. Demək, gözlərdən məmulata qədər məsafə olurdu 30 sm. Bu nə idi? Parçanın emalı zamanı düzgün oturuş qaydaları idi. Düzgün oturuş qaydalarına riayət edilməsə, gözlərdə zəifləmə, onurğa sütununda əyilmə, baş ağrısı, yorğunluq, halsızlıq kimi hallar baş verirdi. Gözlərdən məmulata qədər məsafə olmalı idi 30 sm. İkincidə, emal edilən məmulatdan gözə qədər məsafə. Emal edilən məmulatdan gözə qədər məsafə müəllimlər. Bu, parçanın nəm isti emalı zamanı emal edilən məmulatdan gözə qədər məsafədən söhbət gedirdi. Bir də, üçüncüdə, emal edilən əşyadan gözlərə qədər məsafə. Bu isə tikiş maşınında gözlərdən emal edilən əşyaya qədər olan məsafədən gedirdi. Cavabımız 1-də A, 2-də C və 3-də B. C variantıdır. Gəldik müəllimlər sonuncu 50-ci sualımıza. 50-ci sualımızdan nə soruşur bizdən? 50-ci sualda bizdən soruşur ki, Xədicə satmaq üçün geyim məmulatları hazırlayırdı. O məmulatın kənarını qatladı və qatlama yerini maşın tikişi ilə bərkitdi. Xədicə tikiş maşınında hansı əməliyyatı yerinə yetirirdi? Müəllimlər, biz bilirik ki, tikiş maşınında bir neçə əməliyyat yerinə yetirilə bilər və hər əməliyyatın özünün açar sözləri, hər əməliyyatın özünün icra prosesi var. Deyir ki, məmulatın kənarını qatladı və qatlanma yerini maşın tikişi ilə bərkitdi. Demək, detalın və məmulatın qatlanmış kənarının bərkidilməsi üçün maşın tikişi hansı idi? Tam tikmə. Bu, detalın və məmulatın kənarı qatlanır, daha sonra isə tikilirdi. Demək, burada düzgün cavab oldu tam tikmə müəllimlər.